Hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellem yatağıda uzanarkən bu 3 dənə surəni oxumağı buyurardı. Yatağında oturdun, ayaqlarını uzatmışsan, oturan yerdə əlini açmağı deyir. Əlini açırsan, əlinin içərisinə İxlas, Fələq, Nas hərəsini 3 dəfə oxuyursan, sonra bədəninə çəkirsən. 3 dəfə bunu neynirsən? Təkrar edirsən deyir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Ona görə hətta buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir gün Əbu Səid Xudriyyədən gələn hədisdə deyir ki, bir insanın deyir, cindən, şeytanlardan ən gözəl qorunacağı nədir deyir? Allah bu gecə endirib deyir. Bundan əvvəl belə bir surə enməyib. Nə idi o? Qul əuzu bi rabbin nas, qul əuzu bi rabbil fələq. Baxın, çox gözəl, rahat. Çoxları bunu bilirlər. Həmçinin bütün xəstəliklərdən qorunmaq üçün, bu ruqya duaları bütün xəstəliklərdən qorunmaq üçün faydadır. İstər ruhi, yəni insanın mənəviyyatla bağlı olsun, istər bədən cəhətdən olsun. Bütün bunlar nədir? Qorunmaq üçün səbəbdir. Çünki Allah təala Quran-ı Kərimdə buyurur ki: "Və nunəzzilu minəl Qur'an ma huwa şifaa və rahmetun lil mu'minin." Bu deyir Quran-ı Kərim deyir, insanlar üçün şəfadır, möminlər üçün rəhmətdir.